Ramazan ayı bağışlanmaq üçün, yəni böyük bir fürsətdir və xüsusən hədislərdə bu ayda 3 fürsət bağışlanmaq üçün 3 fürsət keçir. Onlardan birincisi mən qamə Ramadanə imanən və ihtisabən ğufirə lehu ma taqaddəm min zənbi. Yəni kim Ramazanın gecələrini qiyamda keçirərsə, iman gətirərək və savabını Allahdan umaraq keçmiş günahları bağışlanar. İkinci hədisdə isə mən samə Ramadana imanən və ihtisabən ğufirə lehu ma taqaddəm min zənbi. Kim Ramazan orucunu inanaraq və savabını Allahdan umaraq tutarsa keçmiş günahlar bağışlanar. Üçüncü hədisdə isə mən qamə leylətəl qadri imanən və ihtisabən ğufirə lehu ma taqaddəm min zənbi. Kim Qədir gecəsini inanaraq və savabını Allahdan umaraq keçirərsə keçmiş günahlar bağışlanar. Və mömin insan gərək bu fürsəti əldən verməsin. Yəni biri ötərsə ikincisinə yetişsin. Əgər ikincisi ötərsə üçüncüsünə yetişsin. Əgər üçü də ötərsə insan artıq yəni zay etmiş, yəni məhrum olan kimsə sayıla bilər. Çünki bu qədər böyük, əzəmətli fürsət var bu ayda. Deməli onlardan qeyd olundu ki, imanən iman gətirərək, yəni Ramazan ayının fərzliyinə iman gətirərək və Allah Teala'nın bu oruç tutanlar üçün nə qədər savablar vəd verib, o vədə iman gətirərək və ihtisabən isə Allahdan savab umaraq. İhtisab mənası ixlas deməkdir. Yəni savabı Allahdan gözləyir, başqa heç kimsədən nəsə gözləmir. Və eyni zamanda ihtisab sözünün digər mənalarından biri də odur ki, tıybətü nəfsin, yəni könül xoşluğu ilə orucu tutarsa, rəğbətlə orucu tutarsa, yəni orucun günlərini uzun görmədən, ağır görmədən, çətin görmədən tutarsa keçmiş günahlar bağışlanar. Deməli bağışlanma bu qeydlə gəlir. İman, bir də ihtisab. Yox, əgər insan desə ki, yenə aclıq günləri gəldi və bu orucun günlərini ağır görərsə, çətin görərsə, uzun görərsə, yəni onun üçün hasil olmur. Bağışlanma, yəni bu mükafatın hasil olması üçün gərək insanda birinci iman, ikincisi ihtisab Allah üçün olmalıdır. Və həmçinin Ramazan gecələrində namazlı da inanaraq və savabını Allahdan umaraq ixlas olmalıdır ki, bu mükafat hasil olsun. Əgər riya olarsa namazda, riyakarlıq olarsa yenə hasil olmur və yaxud da riya olmasa da fikir başqa yerdə olarsa yenə hasil olmur. İhtisab odur ki, yəni xuşu içərisində namazda həm ruhən və cismən olmalıdır ki, bu mükafat hasil olsun. Və eyni zamanda da Qədir gecəsi. Ona görə bunlar mühümdür. Bu üç hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm üç mükafatı Ramazan ayı ilə bağlı olaraq vurğulamışdır. Ramazan orucunu inanaraq və savabını Allahdan umaraq tutarsa, Ramazan gecələrini inanaraq və savabını Allahdan umaraq və Qədir gecəsini. Və həmçinin qeyd olundu ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin amin deməsi, rəğimə ənfu minun ədrəkə Ramazan fələm yuğfər ləhu. Yəni 3 dəfə amin deyir, minbərə qalxaraq və soruşulanda ki, nə üçün dedin ey Allahın Rasulü? Deyir ki, Cəbrail aleyhissalam